Selamun Aleyküm. Bu günləri kaş ki dediğim şeylerden biri de gərək bu olar. O da sosial şəbəkə haqqında danışmaq istəyərdim. Çünki əvvəllər, yəni insanların 95% kimi mən də sosial şəbəkəni zaman keçirmək kimi işlədirdim. Yəni əyləncə kimi. Amma bu 3-4 ay ərzində bir şey başa düşdüm ki, kim olursan ol, müəllimsən, satıcısan, ustasan və yaxud nə bilim, fərq etməz. Yəni sənin sosial şəbəkən olmalıdır. Çünki sosial şəbəkə elə bir şeydir ki, belə deyim də, 5 ildən sonra necə ki bugün kimdəsə telefon yoxdursa, insana biraz qəribə baxırlarsa, eyni şey olacaq. Yəni 5 ildən sonra sənin sosial şəbəkən yoxdursa, sənə də qəribə baxacaqlar. Yəni sən necə işləyirsən, nə tər müştəri tapırsan, eyni şey olacaq. Sosial şəbəkə nədir? Məsələn, biraz oturum. Məsələn, sən bir dükkan açmaq istəyirsən, sənin dükkanın məhəlləçi də ola bilər, bir də bazarın içində də ola bilər. Bir də bazarın içində ola bilər. Düşün ki, məhəlləsindəki olan dükkan kirayə haqqı olacaq 100 manat, amma bazardakı insan toplumu çox olduğu yerdə kirayə haqqı olacaq 1500 manat. Və bazardakı dükkanın açdıqda sənin riskin biraz böyük olur, amma risk böyük olduqda əlbəttə ki, müştəri sayı da çox ola bilər. Yəni sən orada uda da bilərsən, uduza da bilərsən. Amma məhəllənin içində açdığın dükkan, bu necə deyim, yəni riskin azdır, yəni uduzsan da adamı incitməz. Amma orada belə böyük bir summaya göz dikmək də yəni mümkün deyil, çünki orada məhəllə içində olan bir dükkandır. Eyni şey də sosial şəbəkədə, amma yox. Daha doğrusu sosial şəbəkədə bir müsbət var. Burada sən risk etmirsən. Burada daha çox sənin çabana bağlıdır. Düşün ki, sən nə qədər tez-tez video buraxsan, yəni o qədər də sənin müştərin çoxalır. Bir bloger demişkən, deyir mənə Toyota Corolla olmaqdansa mən daha çox üstünlük verirəm ki, mənim bir sosial şəbəkəm olsun və orada 10.000 takipçim olsun. Yəni 10.000 takipçi, amma real takipçi, yəni panellə falanla, yəni proqramla yığılan bir şey yox. Yəni 10.000 real takipçi sənin üçün, yəni bu insan üçün Toyota Corolla'dan daha üstündür. Çünki sabahları nəsə satmaq istəsən, sənin elə bir bazarda bir dükkan götürdüyün kimidir, amma burada risksizdir. Yəni sözüm nədir? Nə işlə məşğul olursunuz olun, fərq etməz. Amma sosial şəbəkəniz olmalıdır.